Olimpiyadasında tarixi medal. Gürcüstan millisinin üzvləri Anastasiya Metelkina və Luka Berulova ölkə tarixində qış idman növlərində ilk Olimpiya gümüş medalını qazanıblar. Cütlüklər arasında qısa proqramdan sonra Metelkina Berulova cütlüyü 75.46 xalla ikinci yerdə idi. Onlar sərbəst proqramı da yüksək səviyyədə yerinə yetirərək 146.29 xal topladılar və iki proqramın yekununda 221.75 xalla gümüş medala sahib oldular. Birinci yeri Yaponiya, üçüncü yeri isə Almaniya təmsilçilər tutdu. Qeyd edək ki, fiqurlu konki sürmə üzrə qalib cütlük Gürcüstan hökumətindən 500 min lari məbləğində pul mükafatı alacaq. Bugün prezident parlament qarşısında illik hesabatla çıxış edəcək. Parlament çoxluğu Mixail Kavelaşvilinin maraqlı çıxış edəcəyini gözləyir. Müxalifət isə onun xalq tərəfindən seçilmədiyini bildirərək çıxışa xüsusi əhəmiyyət vermir. Prezident çıxışından sonra fraksiya sədrləri danışacaq. Daha sonra prezident yekun nitqi ilə çıxış edəcək və plenar iclas bağlanacaq. Macaristan müxalifətinin lideri və seçkilərdə Viktor Orbanın əsas rəqibi Peter Magyar Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmədiyini bildirib. Onun sözlərinə görə bu mövqeyini Polşanın baş naziri Donald Tusk və digər Avropa liderləri də bölüşür. O vurğulayıb ki, hər bir namizəd ölkə üzvlük üçün bütün meyarlara tam cavab verməlidir. Almaniyanın Xarici İşlər naziri Johann Wadephul bildirib ki, Berlinin hava hücumundan müdafiə raket ehtiyacı demək olar ki, tükənib və birbaşa Ukraynaya ötürülə bilmir. Xüsusilə Patriot sistemləri üçün raketlər ABŞ istehsaldır və zavodlardan çıxan məhsullar hazırda birbaşa Ukraynaya göndərilir. Nazir Avropa ölkələrini də Ukraynanın hava müdafiəsinə daha çox dəstək verməyə çağırıb. Fevralın 14-ü 15-i Tbilisi tarixində ilk dəfə Tayland boksu üzrə Gürcüstan çempionatı keçirilib. 4 yaş kateqoriyası üzrə keçirilən yarışda 150-dən çox idmançı iştirak edib. 26 medal dəsti uğruna mübarizə aparılıb. Tədbirdə Beynəlxalq Tayland Boksu Federasiyasının İcraçı Şurasının üzvü Erdoğan Aydın iştirak edib. Yarışları isə beynəlxalq dərəcəli hakim Murtaz Kazaz idarə edib. Bu həftə parlament qrantlar və siyasi fəaliyyətlə bağlı qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək. Dəyişikliklərə görə hakimiyyətə təsir məqsədi daşıyan istənilən maliyyə və ya natura vəsaiti qrant sayılacaq. Cinayət Məcəlləsinə Konstitusiya quruluşuna qarşı ekstremizm maddəsi əlavə olunur və konstitusiyon orqanların legitimliyini tanımamaq cəzalandırılacaq. Təşəbbüs müəllifləri bunu Konstitusiya quruluşunun qorunması ilə əsaslandırır. Müxalifət isə ifadə azadlığının məhdudlaşdırıldığını bildirir.